Psixoloqa getmək zəiflikdirmi? Xeyr, psixoloqa getmək zəiflik deyil. Çünki insan təkcə bioloji olan bir varlıq deyil, insan həm də mənəvi olan, ruhani olan bir varlıqdır. Bu baxımdan insana baxsa, necə ki, insan bədənində, insan orqanizmində hər hansı bir problem yarandığı zaman insan bir təbibə müraciət etmək məcburiyyətində qalır və təbib onu müayinə edir, müalicə edir. O cümlədən insan ruhunun da zaman-zaman müayinəyə və müalicəyə ehtiyacı var. Əslində, psixoloq, sözün özündən də bəlli olduğu kimi, psixika Yunan dilindən gəlmiş bir kəlmədir və əslində mənası insan ruhuna aid edilir, ruh mənasını verir. Yəni, insan ruhu barəsində olan bir elmdir və insan daxilində baş verən prosesləri izləyən, bunlarda neyin doğru olmadığını, neyin doğru olduğunu öyrənən bir elmdir. Və psixoloq, əsasında psixoterapevt ki, insanın ruhu müayinəsini və müalicəsini öhdəsinə götürən bir peşəkar mütəxəssis sayılır. Həmin şəxs ona müraciət edən bir şəxsin ruhunda olan, düşüncələrində, daxili aləmində olan hər hansı bir problemlə maraqlanır. Əgər problem varsa, onu təyin edir, diaqnoz qoyur və bunun müalicəsi ilə məşğul olur ki, bu da adətən danışıqlar vasitəsilə və bir sıra verilən tapşırıqlar vasitəsilə öz həllini tapmış olur. Bu baxımdan psixoloqa müraciət etmək heç bir zəiflik əlaməti deyil və əslində zaman-zaman hər bir insanın doğrudan da ehtiyac duyduğu çox önəmli məsələlərdən biridir.